Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün yenə qızımın evində qonağam və orada qəşəng pryanik dadında qurabiyə hazırlayıram. Ləzzətli, dadlı çay süfrəsi üçün. Reseptin dəqiqliyi ilə yazacağam. Qəşəng həyətdə oturmuşam, açıq havada. Təmiz havada hazırlayıram. Xəmiri hazırladım, qəşəng yumurlayıram, qoyuram ora soba qabına. İsidilmiş sobada bişirirəm qəşəng. Hardasa 150-160 dərəcədə hazırlayıram. Qəşəng bişdi qurabiyələr. Ətri götürüb mətbəxi. Çünki qəşəng ədəbazad vurulur. Şəkər pudrası hazırlayıram üzərinə çəkməyə. Elə bir priyanikin üzərinə necə çəkirsən, buna da elə hazırlayıram. Qəşəng qurabiyələrin üzərinə çəkirəm. Qalır, elə quruyur biraz. O da dad verir. Qəşəng mixayli çay hazırladı qızım. Həyətdə otururuq. Xumarə qızımın evindəyəm. Qızım qəşəng çay dəmləyir, pürrəngi çayla. Qəşəng bişirdiyim qurabiyə ilə çay içirik. Qəşəng siz də bişirərsiniz. Evdə nə var? Evdə nə var? Evdə nə ərzağı varsa, bax mən elə eləyirəm. Hökman o ərzaqdan ötürü bu yoxdur, gedim dükandan alım, yox. Evdə olan ərzaqlarla bişirmişəm. İnşallah siz də bişirin.